Deməli, toplu 2019 birinci hissə tam dəbir ifadələr bölməsindən bir hədli onun standart şəkli natural üslü qüvvət. Həmişəki kimi tək sayda olanları mən yazıram, cüt sayda olanları siz evdə yazacaksınız. Birincisi belə, hansı bir hədlinin qüvvəti ən böyükdür? Gərək bunların hamısını bir yazın. Bax, burada 30x kvadratı y üstü 5z yazır. Bunun qüvvəti 8'dir, yadda salın. B'də mənfi 19 x üstü 8 x üstü 7, 15 budur, 10 budur, 13 budur. Elə ən çoxu B'dir. Mənfi 19 x üstü 8 x üstü 7 deməli cavab B variantı olur. Üçüncüdə deyir ki, hansı bir hədin qüvvəti ən kiçikdir? Birincisi x üstü 10 x üstü 2, 12'dir. B'də x üstü 6 y üstü 3 z 10 da budur. O birisi 14'dür C'də. 13 budur, 15 de budur. En aşağısı B olandır. X üstü 6, Y kubu, Z deməli üçüncüdən də cavab B variantıdır. Keçirik 5'ə. Şuralar 5-cidə belədir. A üstü 9 bərabərdir 6 olarsa, A üstü 18 nəyə bərabərdir? Baxırıq bura. Bu A üstü 9'un kvadratı deməkdir. A üstü 9'un əvəzinə də 6 yazıram. 6'nın kvadratı 36. Deməli C variantı. Keçirik 7-ciyə. Deyir ki, hansı münasibət doğrudur? Birincisi doğru deyil uşaqlar. 218 bölü 206, 212 edir. B bəndində 2 üstü 7 vuraq, 5 üstü 7, biz bunu 10 üstü 7 kimi yaza bilərik. C variantında 2 üstü 7 üstündə 5 3 üstü 35 deməkdir. D variantıdır bu. D niyə belədir? Görürsünüz? 7 üstü 5 bölən 7 üstü 5 bərabər 5 üstü 0 yazır. Çaşdırmaq üçün. 7 üstü 5, 7 üstü 5'e böləndə 1 edir. 5 üstü 0 burada 1. Deməli doğru olan D variantıdır. 7'də D-ni yazırsınız. Keçirik 9'a. Şuralar baxın 9'uncu belədir. 4 üstü 5, vuraq 3 üstü 9, vuraq 6 üstü 8. Bunu 2 və 3 olan qüvvətə gətirəcəm hansını. 4'ü yazıram 2'nin kvadratı üstündə 5, vuraq 3 üstü 9. 6'nı isə 2 vuraq 3 yazıram üstündə 8. Bərabər, bu edir 2 üstü 10, vuraq 3 üstü 9. Bu isə hasili qüvvəti kimi 2 üstü 8, vuraq 3 üstü 8. Bu ikisini bir eləyirəm. Bu 2 üstündə 10 çıxaq 8 vuraq. Bu ikisində 1, 3 üstündə 9 çıxaq 8. Bu da 2 üstü 2 vuraq 3 deməkdir. 12 elədir. A variantı. Yazım bütün xırdalarına qədər deyirəm ki, evdə də yazanda çətinlik çəkməyəsiniz. Keçirəm 11'ə. 11 belə uşaqlar. Mənfi 5 üstü 5 vuraq 125 üstü 3. Burada da 25 üstü 4 vuraq 625. Elə şərtə baxan kimi görürsən ki, hansı 5 əsasdır. 5'ə gəlmək. Bu bərabərdir. Qoy buradan yazın. Mənfi 5 üstü 5. Öyle mənfi də qabağa çıxartmaq olar. Qoy belə yazın. Mənfi 5 üstü 5. Bunu yazırıq. 125'in əvəzindən 5'in kubunun üstündə 3. Bunu yazıram 25'in əvəzindən 5'in kvadratı üstündə 4 vuraq. 625 ilə 5 üstü 4 demək. Bu da bərabər. Mənfi 5 üstü 5 vuraq 5 üstü 9. Burada 5 üstü 8 vuraq 5 üstü 4. Bu da bərabər. Yuxarıkiləri bir toplayıram. Mənfi 5 üstü. Üstlərini toplayanda 14 deyil. 5 üstü 12 da olur. Mənfi qalır 5 üstündə 14 çıxaq 12 eləyir. Bu da mənfi 5 üstü 2, mənfi 25 eləmək. A variantı. A variantı. Yazın görək. Keçirik 13'ə. 13 belə. 2A kubu, B kubu. Üstündə 3 vuraq. Mənfi 2'də 1. A kvadratı B mötərizə kvadratı bərabərdir. Deyim, bunun bir hədimizin qüvvəti əmsalında neçə də böyük. Əvvəl deməli standart şəkil yazsın. 8, A üstü 9, B üstü 9
Vuraq 4'də 1, A üstü 4, B üstü 4. Bu da bərabər 2. Beş üstü iki. Ha? Beş üstü iki. Beş üstü iki. Proç yazmışam, 2, 2, yaxşı. Elədən buradan deyilsin, 9'a bax. Onda deməli 2, A üstü 13, B üstü 11. Deyir ki, əmsalı, yox, qüvvət əmsalından, qüvvəti 13 üstə gələk 11, 24 edir, bu qüvvətdir. Əmsal da 2-dir, 24'ü böləndə 2'yə 12 dəfə böyük olmalıdır. D variant. D variant. Yaxşı, keçirik 15'ə. Görək 15'də nə var? Hamısı tarixə düşür, mənim üstümə qışdırmağınız da tarixə düşür. İndi yaxşı, qocalarla baxarsınız videomuza, vicdan əzabı çəkərsiniz. Məlumun üstə qışqırır. 15. Yaxşı edirsiniz, səhv eləyən üstə qışqırırlar. 26 üstü 4, hələ döymək də lazım. 76, 9 üstü 2, bura 4 üstü 5. Qalar, 13 ilə 2 var burada. Hamısını 13'ə 26'nı 2 bura 13 kimi yazıram, üstü 4. Bura 8'i 2'nin kubu yazıram, üstündə 3. 169'u 13'ün kvadratı üstündə də 2 var. 4'ü isə 2'nin kvadratı üstündə 5 var. Bu da bərabər. Birincisi eləyir 2 üstü 4, bura 13 üstü 4, bura 2 üstü 9. Bu da 13 üstü 4, bura 2 üstü 10 da verir. Deməli 13 üstü 4'lər ixtisar gedir. Yuxarıda qalır 2 üstü 13, 2 üstü 10 da aşağıda. Bu da 2 üstü 3 eləyir, cavab 8. D variant. B, D. D variant. Yaxşı, silim keçirik 17'yə. On yedi belə. Deyir ki, 7 A üstü 8 bura 8 X üstü N üstə gələ 3 bir hədisinin dərəcəsi 19 olarsa N'ni tap. Dərəcə nə deməkdir? Lafzanda şeyi gətirməyə də bilərik. M6 A üstü 8 N üstü M X üstü N plus 3 edir. Dərəcə 8 üstə gələ N plus 3 bərabər olmalıdır 19'u. O da N bərabərdir 8. A variant. A variant. Yaxşı. 17'den sonra gəlir 19. Uşaqlar 19 belə. Deməli, 5 üstü 12, bura 25 üstü 7, 125 üstü 8. 5'dir burada da hamısı. Bax, 5 üstü 12. 25'i 5'in kvadratı 5 üstü 14 edir. 14. 125 5'in kubudur. 5 üstü 24 da verir. Alınır ki 5 üstü 26, bölək 5 üstü 24, bu da 25 edir. C variant. C yazın. Yaxşı. 21'ə keçirik. 21. B üstü 4'ün üstündə 4. Bura B üstü 5. Əsası B olan qüvvət şəkildə. Verirsən, bu B üstü 16, bura B üstü 5. Bu da B üstü 21. Y variant. Y variant. 21'den sonra gəlir 23. 23 belə. 6 üstü 15. Bura 3 üstü 11. 6 üstü 24. Bura 6 üstü 11. Bura 27. Burada da 9 üstü 7. Neyse, görək 6 ilə tutarıq mı? Yoxsa 3 dəmi? 3'ə dəmi keçəcək. Bax, bu 6'ları vuranda 6 üstü 26 elər. Bu da 6 üstü 24. Bu burada olur. 3 üstü 11, 3 üstü 3 dəmi olur. 3 üstü 14 elər. Bu da 3'ün kvadratı üstü 7, bura 3 üstü 14 dəmi elər. Bunlar getdilər. Bunlar da 6 üstü 2, yəni 36 edir. Y variant. Y. Keçək 25'ə. 25.
25 belə. Neredeyse bu bir səhifədə. 25. Uşaqlar yazıb ki, 4 üstü 10, burada da 2 üstü 8, vuraq 7 üstü 9, vuraq 13 üstü 6, vuraq 8 üstü 4, 26 üstü 5, vuraq 16'nın kvadratı. İfadəsinin qiymətini hesablayın. Bərabərdir. 2'ye keçək də. Bu 2 üstü 20. Bu 2 üstü 8. Vuraq 7 üstü 9. Vuraq. Burada 13 üstü 6. Vuraq. 2 üstü 3 üstü 4 neçədir? 2 üstü 12. Bunda 13 vuraq 2 kimi yazıram. Yəni 13 üstü 5. Vuraq 2 üstü 5. Vuraq. 16 2 üstü 4 üstündəki 2 üstü 8. İndi isə keçək bura. Görək burada nədir? 7 üstü 9 işləri xarablar. 14 üstü. Ha? 25, 14 üstü. Harada? Bu mu? Hər qeyd ana. 14 üstü 10 dumaş olur. 14 üstü 10. Hə. Deyirəm, bu niyə düz yazmıyor? Ha, 14 üstü 10. Onda vəziyyət dəyişir. Onda bu 2 üstü 10 vuraq, 7 üstü 10'dur. Hə, indi düzələcək. Deməli, 7 üstü, bu eləyir 7 üstü 10. Vuraq, yuxarıda bax, fikir verin, 2 üstü 10, 2 üstü 12. Elədir 2 üstü 22, vuraq 13 üstü 6. Aşağıda 7 üstü 9, vuraq 2 üstü 8, 13, 21. 2 üstü 21, vuraq 13 üstü 5 də vurur. Deməli, bununla bu getdi 7 qaldı. Bununla bu getdi 2 qaldı. Bununla bu da getdi 13 qaldı. Neçə lirə? 26'nı 7'yə vurun. 140, 42 də o, 182 var mı? S var ya. 27'yə keçək uşaqlar. 27. 27 belə. Uşaqlar yazıb ki, mənfi 3'də 2, A kubu üstündə 5, vuraq, mənfi 1 onda 5, A, B kubu üstü 3. Bir həddin qüvvəti ilə əmsalının hasilini tapın. Bu 5'ə yüksəldəndə, deyirəm, nəyimə lazımdır ki? Mənfi 3'də 2'nin, bura bax, mənfi 3'də 2'nin üstü 5 yazıram. A üstü 15, bu da 2'də 3 tapın. Mənfi 2'də 3'ün üstü 3'də budur. A kubu, B üstü 9 da verir. İndi bunun üçündən bu gedəndə, burada qalır 3'də 2'nin kvadratı, yəni 9'da 4. A üstü 18, B üstü 9. Nəyinlə nə edir? Bir həllin qüvvəti ilə əmsalın hasili. Qüvvəti 27, vuraq 9'da 4. Bu da 12 eləməlidir. 12'dəki Y var ya. 29 29'a baxın, elə bu biraz bizim boyumuzu aşan bir şeydir. Görək 12 çıxaq 1. Hansı tam ədəd deyil. M bölək 11, nə bilim, M bölək 13, M bölək 45, M bölək... Burada müxtəsər vurma düsturundan istifadə eləməli olacaq uşaqlar. Deməli, bax, 206 çıxaq 1, 206 üstə gələk 1. Bu ne edir? Bu da 2 üstü çıxaq 1, 2 üstü üstə gələk 1, 2 üstü 6 üstə gələk 1. Bax 2 üstü 3'ümüz 7, vuraq, 9, vuraq. 2 üstü 6, 64 midir? 65 də budur. Düzdürmü? Bunda vuruqlara ayıram, 65'imiz 5 vuraq 13 deyilər. 7 vuraq, 9 vuraq, 5 vuraq 13. İndi başlayıq. N bölək 13. Tam ədəddir mi? Tam ədəd. B'dən başlayıram. N bölək 45. Tam ədəddir. N bölək 21. Tam ədəddir. N bölək 5. Tam ədəddir. Bizə N bölək 11 tam deyil, A variantı. Çünki N bölək 11, 11'ə bölümdür bu. Görürsün, buların içində heç birində, ona görə də bu tam ədəd deyil. 31. Hansı ifadənin qiyməti müsbətdir?
31. A variantı belə. 6 üstü 11 çıxaq 36 üstü 6. Bu isə 6 üstü 11 çıxaq 6 üstü 12 deməkdir. Mənfi. B variantı. 8 üstü 16 çıxaq 16 üstü 8. 8 üstü 16'mız bu 2 üstü 3, 2 üstü 48 demək. 2 üstü 4, 2 üstü 32 da belə çıxar 2 üstü 32. Yaxşı, elə müsbət olan bu olacaq. Keçirik C variantına. Yazıq 49 üstü 5 çıxar 7 üstü 10. Bu elə 7 üstü 10 çıxar 7 üstü 10 deməkdir, 0'dır. D variantı 5 üstü 10 çıxar 125 üstü 4. Bu da 5 üstü 10 çıxar 5 üstü 12 deməkdir, mənfidir. Y variantı 8 üstü 10 çıxar 3 üstü 20. Bunu da yazırıq 8 üstü 10 çıxar 9 üstü 10, bu da mənfi. Deməli, müsbət olan B variantı. 31. 33'ə keçirik uşaqlar. belə. 23 x, y üstü 5, z üstü n plus 1 bir hədisinin qüvvəti 13 olarsa 5 a kvadratı b s üstü n çıxaq 1 bir hədisinin qüvvətini tapın. Deməli, qüvvətdən istifadə edirik burada. Qüvvətin 1 üstə gələk, 5 üstə gələk n plus 1 bərabər də 13'dür. Onda bu elədi 7, n elədi 6. Düzdür mü? 6'dırsa, onda bu da 2 üstə gələk, 1 üstə gələk 5. 8'dir cavab. Yaxşı. Keçirik 35'ə. 35. Görək nə deyir? 35'də də yaxşı söz deyir. Deyir ki, 3a üstü 5 vuran 8 b üstü n üstə gələk 2 dərəcəsi 15 olarsa n'ni tapın. Dərəcəsi nədir? 5 üstə gələk n plus 2 bərabər 15. N də 8'dir. Yaxşı. 37'yə baxaq. 37 uyğunlaşdırma uşaqlar. Birincisində yazır ki 6a üstü 4b kubu s vuraq 2b. Bunu sadələşdirək. 12 a üstü 4b üstü 4 s. Keçək 2'yə. 26 a üstü 6 b üstü 4 s üstü 3. Üçüncüsündə də 8 a x kubu y üstü mənfidir. Bu mənfi biri düzdür, siz hələ bilmirsiniz. Əslində bu demək. 8 a x kubu bölə y demək. İndi 1, 2, 3'ə baxaq. 1, 2, 3. Bir həlli standart şəkildə deyil. Bəli, 1 a. Bir həllinin əmsalı qüvvətindən 2 dəfə böyükdür. Əmsal qüvvətdən 13'dür, bu da 26'dır, deməli 2'yə vurulur, B. Bir həlli standart şəkildədir. Bu da ikinci yarı, S. Bir hədli deyil. Y buraya. Y bir hədlinin əmsalı 6'dır. Yox, belə bir hədli. 39'a keçək. 39. O da uyğunlaşdırma uşaqlar. Deməli, birincisi belə. 3x kvadratı vuraq 2y kubu vuraq 5x üstü 2'də 1. Sonra ikincisi 14x kvadratı y kubu z üstü 4. Üçüncüsü 2x kvadratı vuraq 7x y kvadratı vuraq 3z. Bu da 14'ü 3'ə vuranda 42 x kubu y kvadratı z. Yaxşı. Bu heç, bu bir hədli deyil, bu var çünki. İndi 1, 2, 3'ə baxaq. 39. Bir hədli standart şəkildədir. A 2'yə aid. Bir hədli deyil. B 1'ə aiddir. Qüvvəti 9'a bərabərdir. Bu olmalıdır.
budur. S 2'ye aiddir. S. Qüvvəti 6-ya bərabər 3-ə aiddir D. Bir hərdə standart şəkildə deyil, o da 3-ə aiddir. Y də bu. Keçirik 41, bu dərs üçün sonuncu olacaq. Açıq sualdır uşaqlar. Sonra baxarıq görək yeni suallarda nə var. Gələn dəfə 9-un toplusunu gətir.